Herkese salam, ben Ayxan. Bugün biraz farklı bir video ile karşınızdayım. Gəncə şəhərində qətlə yetirilən Elgün haqqında istəyirəm bu səhifə adminlərinə buradan sözümü çatdıram. Çünki biabırçılıq. Dünənləri təsəvvür edin saat 12-də mən onları görmüşəm. Elgünün təcili yardım maşınında və çöldə çəkilmiş görüntüləri senzuralı bir şəkildə Instagram səhifələrinə yerləşdirərək özlərinə belə deyim də sizə belə kütlə toplamaq istəyən, belə bu tərz paylaşımlar eləyərək həssas görüntülər paylaşan insanlara, yəni səhifə adminlərinə demək istəyirəm ki, çünki orada insanların hissləri ilə oynayırsınız və bu da gözlənilməz bir şeydir. Bu videoda hal-hazırda biz xəbər saytlarına da baxacağıq. Hətta birinə baxacağıq, digərləri haqqında biraz istəyirəm ki, sizlərə məlumat verim. Bir insan nə qədər utanmaz ola, nə qədər, yəni heç utanırsınızmı? Vallahi mən baxanda, yəni sizin yerinizə öldüm yerə girdim da. Bir dənə də belə paylaşım eliflər, ay nə bilim onun orada olduğu görüntü, nədə olduğu görüntü, səhifəni takib eləyin, səhifəmə baxın, nə bilim bu burdandır, keçin yüklüyün baxın. Bu tərz insanlar belə səhifələr qarşınıza çıxdıqca bir bloklayın. Çünki o insanlar düşünmür ki, bu həyat bumerangdır. Yəni bu sənin xalan oğlunun da, əmin oğlunun da, bibin oğlunun da, dayın oğlunun da hamısının başına gələ bilər bu hadisə. Hətta sənin də başına gələ bilər. Sən bunu eləyərək, sən istəyirsən ki, orada bir kütlə qazanasan, istəyirsən ki, sənə oradan bir baxan olsun, anəm bunu layıqlasınlar. Sonra bu səhifəsində başlasın qumar saytlarını təbliğ eləsin, başlasın desin ki, hə bu keçin bu oyunu da oynayın, bu qumarını da oynayın. Başlasın insanları burada səhv yola yönəltsin. Bu da gözlənilməz bir şeydir. Məncə bunlar haqqında tez bir zamanda tədbir görülməlidir. Həqiqətən biabırçılıq. Aşağıdan da fikirlərinizi yaza bilərsiniz. Bu arada bütün şərhlərə baxacağam. Baxın, məsələn Gəncə xəbərin etdiyi bir paylaşımdır. Sosial şəbəkələrdə bir neçə gün öncə dünyasını dəyişən Elgünün fotosu yayılıb. Yəni burada o digər, necə deyim sizə, səhifə adminləri kimi ya da atıram xəbər saytları kimi tutub yazmayıblar ki, içki bağımlısıdır. Ona görə də belə olub. O öz canına qəsd edibdi və bu arada intiharı da məşhurlaşdırmaq çox pis bir şeydir. Burada Gəncə xəbərə təşəkkürlərimi bildirirəm ki, özünə qəsdi məşhurlaşdıracaq bir xəbər yazmayıblar, sadə olaraq yazıblar. O biri xəbər saytları olsun. Mən hamısını nəzərdə tutmuram, yəni. Bəzilərini gördüm, məsələn çox fərqli şeylər yazıbdılar ya da adminlər, səhifə adminləri qayıdıb belə yazır. İçki bağımlısı olubdu Elgün, ona görə də öz canına qəsd etdi. Ailə problemləri var idi, ona görə canına qəsd etdi. Sən heç utanırsan belə şey yazanda. Elə birincisi ilə xəbər yazılmır, sözün açığı. Böyük ehtimalla sənə düz dərs veriblər universitetdə, amma sənin özün çöldən öyrənirsən dərsi. Azərbaycan dilindən 100 baldan 85 bal yığan uşaq heç vaxt içki bağımlısı ola bilməz. Baxın, hətta burada da şəkildə də Gəncə xəbər paylaşıbdı. Yenə də təşəkkürlərimi bildirirəm Gəncə xəbərə. Burada da gördüyünüz kimi 100 baldan 85 bal toplayıbdı. Gəncə xəbərə buradan təşəkkürlərimizi bildiririk belə bir paylaşım elədikləri üçün. Çünki niyə buradakı insanlara, bu adminlərə ya da bu biabırçı xəbər saytlarına izah eləsinlər ki, içki bağımlısı heç vaxt 100 baldan 85 bal yığa bilməz. Heç kim burada uşaq deyil, yəni dayısının yoldaşıdır. Tamirə. Mən Elgünün dayısının yoldaşıyam. Yaxın qohumuyam. Elgün 3 gündür də, bu gün 3 gündür. Bir gün qabaqda xəstəxanada olub, 4 gün ki Elgün yoxdur. Faciəvi şəkildə Elgünü döyüblər. Faciəvi şəkildə bizim uşağımız çox pis vəziyyətdə xəstəxanaya gəlib, orada da canını tapşırıbdı. Çox pis, hansı canidir, hansı qansızdır, bilmirik. Hələ ki çöldə gəzir onlar. Hələ ki bizim uşaqlarımız hamısı təhlükədədir. Uşaqlar hamısı qorxur, hamısının gözündə qorxu var. Biz bu işin arxasınca düşəcəyik. Bütün Gəncə xalqı arxamızdadır bizim. Hamı da deyir ki, tezliklə bu canilər tapılsın, hüquqi və şeydə cəzasını tapsınlar. Biz də hamımız heç kəs susası deyilik, biz susmuruq. Susmayacaq. Elgün üçün heç kəs susmayacaq. Axıra qədər də gedəcəyik. Bunun da anası anadır. Dəhşət. Bunun da anası şok vəziyyətindədir. Anası danışa bilmir deyə biz danışırıq. Anası pis vəziyyətdədir. Hər dəqiqə ananın üstünə həkim gəlir. Ana danışa bilmir. Ana kimin uşağını o vəziyyətə salır, o danışa bilməz. Zeynalov Rövşən Əsgəroğlu. Daha kimi ki, biz bu iş mərasimini də yola verib başımızda. Biz özümüz də aksiya ilə dayıları, bibiləri falan hamımız biz də gedib boşalırıq. Biz də bu aksiyanı və özümüz bizə də dəstək olanlar yenə sağ olsunlar. Çünki
Belə insanlar, belə cinayət törədənlər, bunlar insanlar arasında yer yoxdur bunlara. Bunlar tapıb cəzalandırmaq. Çünki bizim başımıza gələn o pis ailələrində başına gəlir. İnşallah bu hadisənin üstü açılar və bununla bağlı araşdırmalar aparılır. Rəsmi qərar yoxdur. Rəsmi qərar inşallah çox qısa bir zamanda, hətta mən bu videonu çəkdikdən sonra inşallah rəsmi qərar açıqlanar. Yəni əgər döyülərək qətlə yetirilibdirsə, Elgünü bu hala salanlar da cəzasını çəkəcəklər. Orada səfərəmsə axırana mı çəkib, kim çəkib, ta bilmirəm. Amma onun o görüntülərin birincisi yayılmağı da düzgün deyil. İkincisi də bu səhifə adminləri çox biabırçı hərəkətlər edirlər. Onların tez bir zamanda məncə qarşısı alınmalıdır. Çünki burada insanların hissləri ilə oynayırlar. Əsasən burada Gəncə xəbərə çox təşəkkürlərimi bildirirəm ki, düzgün bir şəkildə xəbəri olduğu kimi çatdırdıqları üçün çox təşəkkürlərimi bildirirəm. Yoxsa digər xəbər saytları, yəni bəziləri, hamısı deyil, dırnaqarası jurnalist yazdıqları xəbərləri paylaşdıqları saytlarındamı, öz səhifələrindəmi artıq bilmirəm o qədərini. Onlardan fərqli olaraq normal və düzgün şəkildə yazdıqları üçün çox təşəkkür edirəm. Buradan da Elgünün ailəsinə səbir diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Elgün üçün susmayaq.